Əvvəlcə istəyərdik ki, İranda dərinləşən sosial-iqtisadi böhran fonunda hərbi ritorikanın yenidən gündəmdə olmasından danışaq. Vaşinqtondan gələn sərt mesajlar və Tehranın cavabları regionda təhlükəsizlik balansını kövrək vəziyyətə salır. Mümkün hərbi eskalasiyanın yalnız yaxın şərqlə məhdudlaşmayacağı, Cənubi Qafqaza qədər uzana biləcəyi də istisna edilmir. Bəs bu gərginlik real müharibəyə çevrilə bilərmi? Yoxsa tərəflər güc nümayişi ilə kifayətlənməli olacaqlar? Region üçün risklər və mümkün ssenarilər barədə növbəti sujetimizdə danışmışıq. İranda realın devalvasiyasına qarşı başlanan və ötən ilin dekabrından davam edən etirazlar təkcə ölkə daxili sabitliyi sarsıtmır. Eyni zamanda region üçün ciddi geosiyasi risklər yaradır. Daxili narazılıqlar fonunda isə xarici müdaxilə ehtimallarını daha da artırır. Son günlər yayılan məlumatlara görə Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalı gündəmdədir. Birləşmiş Ştatların İsraildəki səfiri Mike Huckabee bildirib ki, Vaşinqton üçün bütün variantlar masada və Prezident Donald Trump verdiyi vədləri yerinə yetirəcək. Bu iddialara İran tərəfi də sərt reaksiya verib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Məhəmməd Pakpor Amerika Birləşmiş Ştatları və İsrailə xəbərdar edərək onları tarixi təcrübədən və son 12 günlük müharibənin nəticələrindən düzgün nəticə çıxarmağa çağırıb. O bildirib ki, hər hansı yanlış hesablamanın cavabı daha ağır və peşman edici olacaq. Pakpor eyni zamanda Sepahın ali baş komandanının göstərişlərini yerinə yetirməyə tam hazır olduğunu, barmaqların tətikdə olduğunu vurğulayıb. Ekspertlərin fikrincə, mümkün hərbi eskalasiya yalnız yaxın şərqlə məhdudlaşmaya, Cənubi Qafqaz regionuna da təsirsiz ötüşməyə bilər. Hesab edirəm ki, bu hücum reallaşarsa, əlbəttə daha çox dəqiq zərbələrin endirilməsi nəzərdən keçirilə bilər və hazırki yaranan vəziyyətdən istifadə etməkdən çox maraqlı qüvvələr həm ABŞ-də, həm İsraildə mövcuddur. Lakin hazırki durumda hücum reallaşarsa, bu Cənubi Qafqaza da təsir edə bilər. Bu fonda region ölkələrinin Amerika Birləşmiş Ştatlarına dəstək verə biləcəyi ilə bağlı iddialar da yayılır. Bildirilir ki, Birləşmiş Ştatların Nümayəndələr Palatasında İsrail, Səudiyyə Ərəbistanı və İordaniyanın İran rejiminin devrilməsi istiqamətində Vaşinqtona dəstək verməsi ilə bağlı çağırışlar səsləndirilib. Həmin ölkələrin həm hərbi resurslara, həm də kəşfiyyat imkanlarına malik olduğu diqqətə çatdırılır. Lakin hərbi ekspertlər hesab edirlər ki, region dövlətləri birbaşa münaqişəyə cəlb olunmaqda maraqlı deyil. Bu məsələdə qonşu dövlətlər ABŞ-a dəstək vermir. Öz ərazilərindən quru qoşunlarını İrana yeritməyə üçün icazə verən ölkə yoxdur. Burada yalnız və yalnız dənizdə olan aviadaşıyıcı zərbə qruplaşmasından, bir də ABŞ-ın hərbi hava qüvvələrinin qırıcı və bombardmançı təyyarələrindən istifadəsi mümkün görünür. Yəni, İrana qoşun yeridilməyəcək birbaşa, amma hava zərbələri gözləniləndir. İranda davam edən sosial-iqtisadi gərginlik fonunda səslənən hərbi bəyanatlar regionda təhlükəsizlik balansını daha da həssas vəziyyətə gətirir. Tərəflərdən gələn sərt mesajlar hərbi eskalasiya riskini gündəmdə saxlasa da, ekspertlər geniş miqyaslı quru əməliyyatlarının real olmadığını bildirirlər. Bununla belə, mümkün hava zərbələri və məhdud hərbi ssenarilər yaxın şərqlə yanaşı Cənubi Qafqazda da yeni risklər yarada bilər. Mövcud vəziyyət göstərir ki, region üçün əsas sual müharibənin başlayıb başlamayacağı yox, gərginliyin hansı həddə qədər yüksələcəyidir.